kravatı qırmaq üçün burada nə qarmış ola bilərsən? Deməli dostlar, hər şey buradadır gördüyünüz kimi. Bu yəni plastinadır və s. yastıqdır falan. İndən rəng sıxıldı. Bunların sizə inanmağa çalışacaq. Üstündəki toza fikir verməyin. Yəni sadəcə üstündədir. Narahat olmayın. İçində heç nə yoxdur. İçi tərtəmizdir. Mamam bu videonu görməsin. Hə, burada da böyük bir klop var. Mavi klop. Bu varlığından o qədər xəbərim yoxdur ki, sentyabrdan orada durur kravatın altında. Elə bilirəm mənim deyil. Az qala bir qabına tullayacaqdım. Sonra da deyirəm ki öz-özümə. Zamanın aynı onu niyə tullayam mən? Səyəmmir. Deməli belə. Nə qarış yox, başına deyil. Bax, birinci bir yekəni. Birinci bir yekəni. Əsas budur. Bunu aya düşdü düz tozun içinə. Artıq hər şey için çok geç. Artık her şey için çok geç. Yüzleş zaten sayı. Deməli bunu nə qarış. Şu an indi şu iş görür. Belə usta olar ya, adamın anasına söyərlər. Ya bu nədir? Adamın anasına söyərlər ya. Vallahi şöyle. Mən bunu pükənmədim. Bu məni pükdü ama. Of ay Allah. Of ay Allah. Deməli başına dönüm. Təri nəsə elədik. Bunu belə olduğu kimi qoya bilsək içəri. Bəlkə belə qoluma vurum, evə kimi aparım. Yoldu yolunda gələk. Davay girə bura. Bəli, çox gözəl bir mənzərədir. İnanıram ki, bu çox bomba bir şey olacaq. Ay, bütün toz üstündə. Uşaqlar, bu videonu mamamı göndərməsin. Buradan səslənirəm yaxınlarıma. Mamam görməsin bu videonu, zəhmət olmasın. Xahiş edirəm. Deməli belə bağladıq. Bunu da rastgele bir şəkildə. Vəsiyo, əl işi, sənət əsəri, sanat ağzımıza gələn kimi də olsa, bu niyə yamıq durur? Hər nəysə artıq, bunu bir şəkildə tamamlamış olduq, möhtəşəm. Və bu saat bir nəfəri yaxalamışam. Qoy deməyi də, qoy ürəyimdə qalmasın. Videomu bura kimi izləyib abunə olmayan bir nəfər, bəli o sənsən, baxma mənə, barmağımı sağa uzatdım, gözümlə də sağa baxdım. Zarafat bir yana dostlar, həqiqətən bura qədər izləyib, hələ də abunə olmamışsınızsa, yepyeni videolardan xəbərdar olmaq üçün kanala abunə olub bildirişləri açmağı unutmayın. Tamam, postlar artıq kanalda paylaşılan hər hansı bir şeydən işsiz xəbərdar olur və avla və s. yığım. Bunu da bir təhri həll elədik. Əsas sürpriz hələ budadır. Yəni bu saat sehirli kutu kimi bir şeydir. Gözləyirəm, görüm içindən nə çıxacaq. Durumlar fəlakət. Yəni inanmaq çox çətin olsa da bura mənimdir və burada yemək saxlayıram. Aşağıdakı dağılmış qreçkalar və s. hələ qulaqçığa. O qreçkanı mən dağıtmamışam. O qreçkanı sıçan dağıdır. O da mənim problemim deyil. Buradan tərəzimizi çıxartsaq, mətbəx tərəzisidir bu arada. Diyet eləyən hər kəsə məcburi olmasa da tövsiyə edirəm. Çünki elə bir şeydir ki, gözəyarı ilə olmur da. Məsələn, sən gözəyarı götürdün, bir kasa qatıq yedin, o qatıq 300 qram da ola bilər. Amma sənə sadəcə 150 qram lazımdır. Belə nüanslar var. Burada yemək var, daha sonra daraq var. Darağı indi o əşyaların içinə qata bilərəm. Çünki bu da elə bir əşyadır da, yəni onların arasına gedər. Bir də burada, yox, bunları da ayrı-ayrı saxlayacağım. Şpirkalar. Görün, başımı tutur. Yaraşdı dostlar. Vay, düşdü. Neyse, başım bırakın, sonra fikir verməyin. Deməli, gəlib çıxdığım hara uçaq poşetimizlə birlikdə arkadaşlar. Hər şeyi əlimə nə çəksə zırlayıram gedir. Çünki çox böyük və hər şeyimi tuta biləcəyini düşünürəm. Futbol qoruyucusu. Vlog çəkək, sizi bir ayaqqabı, 40 ayaqdır, əsl krampon deyil. Bilməyənlər üçün deyəcəkdim də çox adam bilər. Baba kaptan ya, kaptanlıq bazudandır. Üstünə qiymətlə. Bəli.
kutuları necə yerləşdirim ki, elə bu darağı var ha, rast gedir. Bu kutular da qırılası şey oxşamır. Heç. Mümkün değil ki o kutular kırılsın. Bu kutu biraz kırıla bilər, kırılgan bir şeydir. Çünkü kızlar tırnaklarını eləyir. Ay olamaz, inanamıyorum. Kırılmaz bir şeydi kimi düşünebilirsin ama çok yumuşak. Ona göre biraz daha ehtiyatlı davranarak bunu kenardan koyduk ki hamar tərəf düşsün. Neyse, çok diplomatik danışdım. Huş! Sakin ol lan. Bunu mətbəx tərəzisi, olmazsa olmazımız, tərəzimiz, kalbimiz, aşkımız, aşkomuz bize çok yardım etti. Şöyle söyleyeyim abi, beni böyle zerre kadar ilgilendiriyorsa dayan bir dakika. Poz ver vaktidir. Dayan bu arada. Böyle. Ben yaptım uşaqlar, çatanda da uzarsız. Bavulumuz da geldi. Deməli, alın yavaş-yavaş bavulumuzu. Her şey burada. Herkes burada abi. Deməli, nə ayırırıq? Birinci bunu bir aradan çıxardalım. Bilmeyenler için arkadaşlar, şöyle duş aldıktan sonra kullanabilirsiniz. Ondan sonra bunlar hamısı kamera arkasıydı. Müzik sənəsən, müzik səsində. İçindən sonra demək ki, qadan alıb, belə şaqqa-şaq bədənini silirsən dəsmal. Hamam dəsmalı. Hamam məhrabası. Azərbaycan dilini dağıdıram da ha. Görüm indi imtahanlar. Ay vay. Qutqa, sən sezonun öldü, sən gol gödək sezon. Sən giriyə bura, maalesef. Artık seninle de yollarımızı ayırıyoruz. Gir lan şuraya. Müthiş. Müthiş bir şeysin sen ya. Bavulumuzu da kapatak şöyle. Əsas hikayenin qəhrəmanları yaddan çıxdı. Bir Nurxana buradan səslənirəm. Operatorumuz, artıq rejissorumuz, artıq hər nədirsə. Nurxana buradan səslənirəm. Bunu vıdı effekt eləsin. Nurxanı vıdı effekt elə. Qonaq olaraq dönər videosuna dəvət edirəm, bağışlayarsan. Bir videonun daha sonuna geldik. Biraz maraqlı, məzəli, biraz fərqli bir videomuzla bugün sizlərin qarşısında olduğum ümid edirəm ki, bəyənmisiniz. Əməyimin qarşılığında təbii ki, videonu bəyənməyi, əgər həqiqətən xoşunuza gəlibsə və yepyeni videolardan, canlı yayımlardan, shorts videolarından xəbərdar olmaq üçün abunə ol və bildirimləri aç ki, ilk sən xəbərdar olasan və yorumlarda da öz fikirlərini mənimlə bölüş. Çünki mənim üçün sizin fikirləriniz çox önəmlidir. Yepyeni videolarda görüşmək üzərə. Sağ olun, salamat qalın, sağlam qalın.